Selamu aleyhi ve sellem. Allah subhanahu Kur'an-ı Kerim'de buyurur ki: "Ve lekad vestayna utul kitabe min qablikum ve iyyakum en ittaqullah." Allah subhanahu bizden evvelki bölümlere de bize de vesiyet edir ki Allah'tan korkmak. Allah'tan korkmak takvadır. Takva hakkında alimler muhtelif fikirler söylemişler. Yani takva nedir? Bəziləri hərfi mənada demişlər takva maniyedir. Bəziləri deyirlər takva yaşlıqlarını bilmək, həmçinin pisliklərdən çəkindirməkdir. Bəziləri deyirlər takva əmrləri yerinə yetirmək, qadağalardan çəkinməkdir. Allah-u aləm, alimlər deyirlər ki, ən yaxşı tərifi böyük alimlərdə olan tabirlərin baxımından Tarq ibn Hubeybdir. Tarq ibn Hubeyb deyir ki, takva Allah'tan gələn nur üzərində Allah'ın əmrlərini ondan savab umaraq yerinə yetirmək, Allah'tan gələn nur üzərində onun qadağanlarından, cəzasından qorxaraq çəkinməyə deyir. Çəkinməyə deyir. Təqvanın hazır olmasının müəyyən səbəbləri var. Təqvanın hazır olmasının müəyyən səbəbləri var. Onlardan da biri Allah Subhanahu yaxşı tanımaqdır. Çünki yerin və göyün yaradılışını alimlər deyirlər ki, bir, Zariyat Surəsinin 56-cı ayədir. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونِ Mən cinləri və insanları yaratmışam, yalnız mənə ibadət etsinlər deyə. Bir də yerin göyün yaradılma məqsədi Talaq Surəsi 6-cı ayədir. Allah Subhanahu buyurur ki, biz yedi qat yer, yedi qat göy yaratdıq və əmr onların arasında gedir, gəlir. لِتَعْلَمُ Biləsiniz ki, Zariyat 56 yalnız onu ibadət edəsiniz. Talaq Surəsində isə onunla neyəsiniz? Biləsiniz, tanıyasınız. Onun için yerlərin və göylərin yaradılmasının iki məqsədi var. Birinci, ibadət. İkinci nədir? Allah Subhanahu tanımaq. Təqva da Allah'tan qorxmaq da Allah'ı tanımaqla, onun əmr və qadağalarını bilməklə olur. Ona görə alimlər deyirlər ki, qadimən qeyl, keçmişdə deyilirdi ki, keyfə yettəqi, limən lə yədri mə yettəqi. Təqvanın nə olduğunu bilməyən necə qorxsun ki? Adama deyirsə təqvalı ol, Allah'tan qorx. Adam bilmir ki, Allah'tan necə qorxmaq lazım. Onun üçün neyləməlidir? Əmr və qadağaları bilməlidir ki, Allah Subhanahu qarşı təqvalı olsun. Neynəsin? Özünlə günahlar arasında bir maniyə qoysun. Neynəsin? Halalları yerinə yetirsin, əmrlər halalları eləsin, yesin, içsin və s. Əmrləri yerinə yetirsin, qadağalarından çəkilsin. Əksdə nədir? Əksdir. Ona görə Quran-ı Kərimə baxsaq, təqvanın səmərəsi o qədər çox ayədir ki, bu nə bir dərsə sığmaz, nə də bir söhbədə sığmaz. Fəttəqullaha yuallimukumullah. Allah'tan qorxun ki, Allah sizi öyrətsin. İn təttəqullah yec'al lakum məxrəcə. Eğer siz Allah'tan qorxursanız, Allah sizə çıxış yolu göstərər. İn təttəqullah yec'al lakum furqanə. Allah'tan qorxursanız, Allah sizə haqla batılı ayıran furqan verər. Təqva hasılır görsən. Hətta elmin başı təqvadır. Sələflər nə deyirlər? Ra'sul ilm təqvallah. Elmin başı Allah'tan qorxmaqdır. Yəni sən elmini öyrənsən, Allah'tan qorxasan deyə. Ona görə deyirlər ki, elmdə niyyət nə olmalıdır? İnsanın öz nəfsindən cəhaləti qaldırması və sonra başqalarına və bunun Allah'tan qorxması. Ona görə Süfyan ibn Üyeynə məşhur sözü var. Deyir ki, elm sənə fayda verməyəcəksə, mütləq zərər verəcək. Çünki ya sən ona əməl eləməlisən, sənə fayda versin, ya da neynəməlisən? Ona əməl etməməklə sənə zərər verəcək. Ona görə xüsusən də bizim özümüzə da aiddir. Sələflər deyirlər ki, demə ki, əlimtu, bilirəm demə. Əksinə yerinə yetir. İzə arafdə, bildin, fəlzəm. Yerinə yetir. Məsələn, bəzən insanlar nəsiyyət edir, çıxarış, bunu eləmə, Quran oxu falan. Bilirəm, bilməyin bir şey ifadə eləmir. Əgər bilməyin səni əməl aparmırsa, əleyhvə hüccətdir. Özünə hüccət qaldırmış olsan, bilirəm deməklə. Bəzən nə deyir, susmaq ondan yaşıdır. Nəsiyyət edir bir insan məsələn. Bir falan şey olmaz. Aydındır. Bilirəm. Yox, bilirəm demə. Əksinə bildirsə əməl elə və ya sus. Nəsiyyətdən fayda çıxar. Təhsə eşitmə. Nəsiyyəti yerinə yetir. Eşidənlər çoxdur. Allah Subhanahu onların içindən o qılarları var. Onlar nə deyirlər? Semi'nə və asayinə. Eşitdiyi ası olduq. Yox, eşitdiyi ası olmaq yox. Semi'nə və ata'nə. Eşitdiyi itaat eləmək lazımdır. Ki o həmin eşitmədən neyniyəsən? Faydalı eləyəsən. Yoxsa çox eşidən hamı eşidir. Eşitməyə, eşidir. Amma əslində nə eləməkdir əsas? Eşitdiyinə itaat eləmək, yerinə yetirməkdir. Ona görə bunlar hamısı
pilləli şəkildə təqva çox şeydə nə deyir? Özünü göstərir. Allah Subhanahu taala deyir: "Və men yettaqillah yecəlləhu məxrəcə və yərzuq min haythu la yahtasib." Kim Allahdan qorxarsa Allah ona çıxış yolu göstərir və gözləmədiyi yerdən ruziləndirir. Kim Allahdan qorxarsa Allah onun işlərini asanlaşdırır. Çünki bütün işlərin başı nədir? Təqvallah. Allahdan qorxmaq. Çünki bu Allah Subhanahu taala əvvəlkilərə və sonraki hamısına olduğu tövsiyədir. Çünki təqva ilə əldə olunur digər şeylərdə. Çünki sən bilirsən ki, Allah Subhanahu taala sənin üzərində nəzarətçidir. Hətta deyirlər, təqvanın ən üstün mərtəbəsi nə? İhsan. Allah'a ibadət elə, sanki sən onu görürsənmiş. Sən onu görməsən də, o səni görür. Ona görə deyir ki, ihsan bir rükundan və 2 mərtəbədən ibarətdir. Rükun odur ki, Allah'a ibadət elə, sanki sən onu görürsənmiş, o səni görməsən, sən onu görməsən də o səni görür. Mərtəbəsi 2-dir. Birinci mərtəbə muraqabə mərtəbəsidir, müşahidə mərtəbəsidir, ikinci muraqabə. Nə deməkdir bu? Birinci mərtəbə elə ibadət eləyirsən ki, sən onu görürsənmiş kimi. Bu ən üstün dərəcədir imanda. İkinci mərtəbə isə elə ibadət eləyirsən ki, o səni görürmüş kimi. Buna deyirlər, İbn-i Qayyim Rahimehullah'ın gözəl sözü var. Deyir, Allah bütün qəlb əməllərini, Quranda ki, bizə zikr edib, Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisində cəm edib. Bütün qəlb əməlləri bura qayıdır. Allah'a ibadət eləyirsən ki, sən onu görürsənmiş kimi, o səni görməsən də, sən onu görməsən də o səni görür. Bunu deyirlər muraqabə. Yəni, daimi Allah sənin üzərində nəzarətçi bunu hiss edirsən. Bütün qəlbinin əməlləri islah olacaq onda. Allah Subhanahu Nisa suresi 1. ayədə nə buyurur? İnna Allaha kana aleykum raqibə. Allah sizin üzərinizdə nədir? Nəzarətçidir. Onu deyir, özü-özündə hiss eləsən, onda bütün qəlb əməllərini düzəldəcəksən. Ələm ya'ləm bi ənəllaha yara. Məgər o bilmir mi Rəbbi onu görür? Limən xafə məqamə Rabbihi cənnətən. Rəbbinlə görüş məqamından qorxan üçün 2 cənnət var. Bu ayələri özündə tədəbbür elədikcə bu səni nəyə mane olacaq? Günaha düşməyinə mane olacaq. Çünki günaha getdikcə, sən bu ayələri zikr edikcə, neyəcəksən? Şurası alimlər deyirlər ki, bu özü güclü iman istəyir özlə bərabər. Çünki qəflət anında xatırlamaq olmur bu ayələri. Qəflət basanda xatırlamaq olmur bu ayələri. Və Allahdan sonra istəməlisin ki, Allah sən bunu müvəffəq eləsin. Ləulə ər-rəə burhanə Rabbi. Əgər Yusuf Rəbbindən olan bürhanı görməsəydi, həmin qadına meyl eləyərdi. Onu ondan biz uzaqlaşdırır. Bəli, özüm o sendir. Güclü imanı var və s. Amma hamısı bütün istər kimə qayıdır? Allah Subhanahu taala'ya qayıdır. Nə qədər ibadət eləsən də, nə qədər çalışsan da güc qüvvət ona məxsusdur. Əməllərin qəbul olması ona məxsusdur. Nə qədər əməllərdə çox çalışsan belə. Ona görə bayaq dedik, o qövmündən bu qövmün fərqini. O qövm necə idilər? Necə ki İbn-i Cavzi və Rahmanullah bəzi zalimlər deyirlər. O qövm salih əməllər eləyib ağlayırdılar. Bu qövm isə günahlar eləyib gülür. Aydın salih əməllər, amma digər olan təqvalarına bax. Abu Bakr radiyallahu anh nə deyir? Kaş ki mən heyvanların yediyi alaf olardım, yəni yonca və s. Və onu məni yiyərdilər, sonra da ifraz edərdilər. Kaş ki mən müminin qolunda bitən bir tük olardım, çıxarda datardı məni. Sorğusal və s. olmazdı. Bax Ömər ibn Xattab radiyallahu anhuya. Gəlirlər deyirlər ki, sən fətihləri səbəb oldun və s. deyir. Kaş ki mənim üzümü torpağa sürütsəydin. Özləri necə görürlər? Cəm eləyiblər. Nə ilə? Salih əməllə qorxunu. İndikilər nə ilə cəm eləyiblər? Biz əməllə arxayıncılığı. O fərq budur. Osman ibn Affan nə deyir? Radiyallahu anhu. Deyirlər ki, sənə cənnət zikr olunur, cəhənnəm belirləmirsən, qəbirstanlıqda ağlayırsan. Deyir, çünki başlanğıc buradır. Əli ibn Abu Talib radiyallahu anhu nə deyir? Deyir ki, dünya arxa çevirib gedir, ahirətcə bizi qarşılayır. Onların hamısının öz övladları var. Sizsə axirət övladlarından olun, dünya övladlarından olmayın. Gör, Allah onlardan razı olsun. Boyda əməllər özəlicə aparırlar. Çünki bilirlər ki, əməllər nə qədər çalışsan belə bütün hamısı Allah Subhanahu taala qayıdır. Cənnət Allahın rəhmətidir. Ona görə əhlüsün alimlər deyirlər ki, rəhmət Allaha aid olanda, ərəbdə buna deyilir, izafə olanda. Rəhmət Allaha izafə olanda 2 mənası var. Bir məxluq olan mənası, bir də məxluq olmayan mənası. Məxluq olmayan mənası hansıdır? Allahın rəhməti qəzəbinə qalib gəlir. Burada məxluq olmayan da sifətindən söhbət gedir. Amma məsələn, hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah 100 rəhmət yaradıb. Onun 99'unu saxlayıb ahirəti birini buradadır və hətta vəhşi heyvanlar birbirinin arasında rəhmli davranırlar. Nə varıb ki, Allah
100 rəhmət yaradıb. Bu yaradılmış rəhmətdir. Həmçinin yaradılmış rəhmətə cənnət misaldır. Allah Subhanahu taala cənnətə xitaben deyir ki, sən mənim rəhmətimsən. İstədiyimə sənlə rəhm edirəm. Sən nəyimsən? Allah cənnətə deyir ki, Qudüs hədisdə, sən mənim rəhmətimsən. Cənnət cənnəti məxluqdur. Orada rəhmət nə mənasındadır? Məxluq mənasındadır. Sən mənim rəhmətimsən, istədiyimə sənlə rəhm edirəm. Çünki əməllər cənnətə girməyə səbəbdir. Bu da əhl-i sünnəni, bidət firqələrində fərqləndirən şeydir. Bidət firqələr nə deyirlər? Deyirlər ki, əməllər birbaşa cənnətə aparır. Deyir, xeyr. Əməllər cənnətə girməyə səbəbdir. Cənnət isə Allahın mirasıdır, mömin qullarına verir. Sən nə qədər çalışsan belə bu əməlləri kifayət eləməz cənnəti qazanmağa. Ona görə də nə qədər çox çalışsan belə neysə Allah Subhanahu taala istəyirsən ki, bu sənin əməlini səndən qəbul eləsin. Bax Peyğəmbər sallallahu əleyhi və səlləm sübh namazından sonra hansı dua edirdi? Allahumma inni əs'aluka ilman nafi'an və rizqan tayyiban və amalan mutaqabbalan. Allahım səndən nə istəyirəm? Elm, amma hansı elm? Faydalı elm. Gözəl sifəti də var elmin. Na'at mən'ud. Sifətlərdən. Və rizqan tayyiban. Ruzi istəyirəm, necə ruzi? Təmiz yəni halal ruzi. Və əmələn əməl istəyirəm, hansı əməl? Əsas əməlin olunmasıdır, əsas əməlin Allah qatında qəbul olmasıdır. Fikir ver, Ramazanda o insana neyinirlər? Oruç tuturlar, bayram günü bayramlaşma necə olur? Nə deyirik? Allah sizdən də bizdən. Təqabbəlallah minnə və minkum. Nə qədər oruç tutumsa, niye indi bayramlaşanın ne deyirsən? Allah sizdən verir. Çünki bütün əməllər onun əsas qonu qəbul eləməz. Sənin əməl eləməyin deyil. Və iz yərfə İbrahimul qavaidə minəl beyt və İsmailu Rabbana təqabbel minna innəkə entəs səmi'ul alim. Bir zaman İbrahim və İsmail aleyhisselam Kəbənin bünövrəsini qaldırdılar. Daş daşıyan kim idi? İsmail. Bina edən kim idi? İbrahim. Hindiki ayaq izi var ha. Məqam İbrahimdə ayaq izi var ha. Həmin ayaq izi İbrahim Aleyhisselamın Kəbənin içəndə qoyduğu nədir? Ayaq izidir. Orada dayanırdı, oğlu gətirirdi, kərpizləri tikirdi Kəbənin bünövrəsini. Və nə deyirdi? Allahım bunu bizdən qəbul elə. Və elm əhli buyurur ki, bu duanı bir dəfə deməyiblər. Hər kərpizi qoyanda deyirdilər. Sələflər bu ayət sədən nə edirlər? Ağlayırdılar. Deyirdilər ki, Xalilur Rəhman, Rəhmanın xəlili. Yebni beytər Rəhman. Rəhmanın evini tikir. Bi əmri Rəhman. Rəhmanın əmri ilə yaxaf əlləyə təqabbələr Rəhman. Qorxur ki, bir də Rəhman qəbul eləməz. Eləyənlər kimdir? İbrahim İsmail. Nə tikirlər mənim qardaş? Şöbəli. Kimin əmrindən? Harada tikirlər? Məkkədə. Sonra deyir ki, Allah bunu bizdən qəbul elə. Görəsin biz nə deyək? Ona görə müsəlman heç o əməllərini arxayın olmamalı, onu Allahdan görməli ki, güc qüvvət ona məxsusdur və öz zəifçiliyini etiraf etməlidir. Sübh namazda qalxmısan, Allahın müvəffəqiyyətidir. Mən yaxşı duran oğlanım, yoxsa yaxşı duran oğlan deyilsən, hamısı Allah subhanahu. Gəlmirsən meclisən, zikirləmirsən, Quran oxumusan, hamısı Allahdandır. La havlə və la quvvətə illə billə zikrini çoxaldın, cənnət xəzinələrindən bir xəzinədir deyib Peyğəmbər sallallahu əleyhi və səlləm. Çünki sən nə görsən, onda neyinirsən? Çünki sən olsun, ya Rabbi, mən sən eləmsən yəni. Mən yoxdur, sən eləmsən. Şeyx Ozan Hafizəhullah deyir ki, o demək deyil, bəziləri deyirlər ki, mən demək olmaz. Yox, mən demək olar. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, mən filan kəsəm, mən rəsulam. Problem yoxdur söz deməkdə. Orada təkəbbürlük və özündən nəsə görməkdir qadağan onlar. Sözün özü, mənim sözü qadağan deyil. Bəzi batil tayfalar deyirlər ki, mən demək olmaz ümumiyyətlə. Yox, demək olar, problem yox. Peyğəmbər sallallahu əleyhi və səlləm deyib istərlər. Aydındır. Amma orada qəsd olunan təkəbbürlük və s. olmamalıdır. O gün müsəlman neyləməlidir? Onun üzərində düşən təqva əməllərinlə bərabər, salih əməlləri cəm eləməklə bərabər, həmçinin nəyi cəm eləməlidir? Qorxunu. Qorxunu. Çünki ibadət nəyin üzərində dayanır? 3 rükün var ibadətin. Necə ki, Şeyx Ozan İbn edir. Məhəbbət, qorxu və ümid. Məhəbbət, qorxu və ümid. Həm sevməlisən, həm qorxmalısın, həm ümid eləməlisən. Bunu da deyək, çox vaxtda zaman yekunlaşdırır. O, əlinə deyirlər ki, bu da özünü göstərir Fatihə surəsində. Çox qəribə istillah gətirir alimlər, subhanallah. İlim nurdur.
Sən deyəndə ki, Elhamdülillah Rabbil Alemin, həmd olsun alemlərin Rəbbinə, bu məhəbbətdir. Nədir? Məhəbbət çünki həmd nə deməkdir? Birini sevərək tərifləməyə deyilir. Sevməyərək tərifləsə mədih olar. Mədihlə həmdin fərqi odur. İkisi də tərifləməkdir. Yaxşı, mədihlə həmdin fərqi nədir? Mədih sevməyərək tərifləsə mədihdir. Məsələn, birini mədihlədir. Sevmirsən mədih, ta ki, qardaşım, o mədih eləyirsən. Amma həmdə mütləq sevərək tərifləməlisən. Elhamdülillah Rabbil Alemin məhəbbət. Birinci bir dükürü, ibadətin. Ar-Rahmanir-Rahim, rəcəd, yəni ümiddir. Sən deyəni mərhəmətli və rəhimliyə, üçündə ümid yalan, sən bağışlayacaq. Hamıya qarşı dünyada mərhəmətli, möminlərə qarşı axırda rəhim. Məlik yevmiddin, haqq din gününün sahibi. Onun içində qorxu gəlir. Deməli, Fatihənin başda 3 ayəsində nə icəm edirsən? İbadətin 3 dükününü. Elhamdülillah Rabbil Alemin məhəbbət. Ar-Rahmanir-Rahim, ümid, rəcə, Məlik yevmiddin, qorxu. Üçünü cəmildən sonra nə deyirsən? İyyəkə nə'budu və iyyəkə nəstə'in. Biz yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyir. Onun için İlm Əhli buyurur ki, isti'anə, bayaq ki, məsələyə qayıtıq ha, güc qüvvət sənə məqsud olur. Görsən, sən ibadət üçün belə ondan kömək istəyirsən. Ona görə deyir ki, isti'anə, kömək istəmək vəsilədir. İbadət isə qayədir, unutma bunu. Qayə nədir? İbadət. Amma o ibadət belə nəyindən olur? Vəsiləsi nədir? Allahdan kömək istəmək. Ya Muaz, ey Muaz, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, "İnne uhibbuka fillah." Mən səni Allah üçün sevirəm. Ona görə hər namazda salamdan öncə nə deyirlər? Vəzir edirlər salamdan sonra Allahümmə a'inni alə zikrika və şükrika və husni ibadətika. Allahım səndən kömək istəyirəm. Nə eləmək? Zikirləmək, şükürləmək, sən gözəl ibadət eləmək. Çünki o kömək eləməsi mümkün deyil ibadətası olsun. Hədisində Allah billah sallallahu aleyhi ve sellem Muhammedin və alə alihi və sahbihi ecmaîn. Subhanallah.